Salam, dəyərli yayınlar sınaq 7, 5-ci sinif riyaziyyat suallarının izahına baxaq. 26-cı sualda çıxma əməlində azalan 23,5, 23,5, çıxılan 10,49, 10,49. Fərqi tapın. Deməli, 15-dən 9 çıxsaq 6, 9-dan 4 çıxsaq 5, 2-dən 0 çıxsaq 2, 2-dən 1 çıxsaq 10, 12 tam %56. Doğru cavabımız olacaq A variantı. 27-ci suala baxaq. Əməllər sırasına görə birinci mötərizənin içərisində əlləməliyik. 91 bölünsün 4-ün kvadratı 16 çıxılsın 9 və bərabərdir 91 bölünsün 7. O da bərabərdir 13. Doğru cavabımız olacaq C variantı. Baxaq 28-ci suala. Zaur 3 gündən bir, Malik isə 4 gündən bir növbədə olur. Onlar eyni gündə növbədə olduqlarında neçə gün sonra təkrar eyni gündə növbədə olarlar? Bu sual əkobdur. Əkob 3 və 4. 3 ilə 4. Əkobu neçə olar? 12. Deməli, doğru cavabımız olar B variantı. 29-cu suala baxaq. Aşağıdakı bərabərliklərdən hansı doğrudur? 11-i 4-ə bölsək 2 tam 4-də 3 olar. Burada isə 3 tamdır. Deməli, A variantı yanlışdır. B variantında 9-u 5-ə bölsək 1 tam olar. Burada isə 4 tamdır. Yanlışdır. C variantında 8-i 3-ə bölsək 2 dəfə 2 tam 3-də 2. Təbii ki, 3 tam deməli doğrudur. Yəni C variantı. Baxaq 30-cu suala. 30-cu sualda yenə də birinci mötərizənin içərisini tapaq. 0 tam %72. Deməli 7, 0 yazaq bir yadda. 1 tam %7 bölünsün 0 tam onda 1. 1 tam %7 bölünsün 0 tam onda 1. Sürət və məxrəci 10-a vursaq nə olar uşaqlar? 1-də 10 tam onda 7. Elə bu da 10 tam onda 7 deməkdir. Doğru cavabımız olar D variantı. 31-ci suala baxaq. Mağazadakı yumurtaların 8-də 3-ü satılmışdır. 8-də 3-ü satılıbsa 8-də 5-i qalıb. 48-də 5-i isə daşınma zamanı qırılmışdır. Aha. Deməli 8-də 3-ü satıldı, 8-də 5 qaldı. 8-də 5-dən də qırılıb nə qədər? 48-də 5-i də qırılıb. Da bərabərdir. Ortaq məxrəci gətirsək 48-də 30 çıxılsın 48-də 5. O da bərabərdir 48-də 25-ə. Mağazada yumurtaların hansı hissəsi qalmışdı? 48-də 25. Doğru cavabımız oldu B variantı. 32-ci suala baxaq. Kəsirin hasilidir, qarışıq ədədlərin hasilidir. Düzgün olmayan kəsə çevirməliyik. 2-ni 1-ə vursaq 2, üzərinə 1 əlavə etsək 3. Vurulsun. 3-də neçə olar? 3 dəfə 2, 6, üzərinə 2 əlavə etsək 8. 3-lər ixtisar edər. 8-i 2-yə bölsək cavabımız olar 4. Yəni doğru cavabımız olar D variantı. 33-cü sualda kiloqramı 3,75 manat olan armudun 5 kiloqramı neçə manatdır? Yəni 3,75-i vurmalıyıq 5-ə. 5 yazaq 2 yadda, 7 yazaq 3 yadda, 15 3 də yadda, 18,75. Doğru cavabımız olar D variantı. Keçid alaq 34-cü suala. 34-cü sualda deməli bilirik ki, burada birinci gələn x, ikinci gələn y-dir. X-in 5, y-in 3 qiyməti. X-in 5, y-in 3 qiyməti olur f. F ilə olan bir variant var, o da B variantı. 35-ci sualda hansı ədədin 100 misli 57-dir və yaxud da ki 57-ni elə bölərik 100-ə. 57 bölünsün 100 nə deməkdir? 0 tam %57. Doğru cavabımız olur A variantı. 36-cı suala baxaq. 120 nəfər turistin 35% ingilisdir. Turistlərin neçə faizi ingilisdir? Neçə nəfəri? Aha. 120-nin 35%-ni tapırıq uşaqlar. Deməli 120-ni vururuq 35-ə, bölürük 100-ə.
Sıfırlar ixtisar gedir. 5'ə ixtisar eləsək burada qalar 2. Burada isə 7. 2'yə də ixtisar eləsək burada qalır 6. Deməli 42 nəfər. Doğru cavabımız B variantı. 37-ci suala baxaq. Sinifdəki şagirdlərin 12-də biri qara. 12-də 1 qara. 6-da 1 yaşıl. 4-də 1 qonur. 2-də 1 qəhvəyi. Gözlüdür. Sinifdə hansı rəngli gözə sahib olan şagirdlərin sayı daha azdır? Uşaqlar, təbii ki, bunu bilməkdən ötürü biz bunları nə etməliyik? Ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcə gətirmək üçün, deməli, hamısına ortaq məxrəc 12-dir. Qara gözlülər bildik ki, 12-də 1-dir. Yaşılı 12-də 1 eləmək üçün 2-yə vurarıq, 12-də 2 olar. Bu da yaşıl gözlülərdir. Qonuru 12 eləmək üçün 3-ə vurarıq, 12-də 3. Və qəhvəyi isə 12-də 6 olar. İndi bizə diqqət edin, azdır. Sayı ən az olanı istəyir qara. Doğru cavabımız A variantı. Baxaq 38-ci suala. 3 misli ilə 4 mislinin cəmi 168 olan ədədi tapın. Deməli 3 misli ilə 4 misli olan ədədi bilmədiyimizə görə 3x, bir də 4x. Cəmi 168. 7x bərabərdir 168. X bərabərdir 168. Üzr istəyirəm. 24. Deməli, həmin ədəd 24 imiş. 39-cu suala baxaq. Aşağıdakılardan hansı ifadə etdiyi dəyər ən böyükdür? 50% %50 deməkdir. %50 deməkdir. Hamısını 100 məxrəcinə gətirsək, 5-də 3 nə deməkdir? 100'ə tamamlamaq üçün vurmalıyıq 20'yə. %60. C variantında %48. Və ən sonuncu 10'da 8 olur. 100'ə tamamlamaq üçün 10'a vursaq 10'da 80 olar. %80 olar. Ən böyüyü soruşduğuna görə bizdən doğru cavabımız olar D variantı. 40-cı sualda şəkilə əsasən 2 alfa plus beta cəmini soruşur. Deməli, alfa, beta və 145. Bunun 4'ünün cəmi neçə eləməlidir? 360 eləməlidir. Deməli, 4'ünü toplasaq olur 2 alfa üzərinə gəlsin beta bərabərdir 360. Üzr istəyirəm. Bir də üzərinə gəlsin 145 dərəcəli bucaq. Bərabərdir 360. Bu formada yaza bilərik. 2 alfa üzərinə gəlsin beta bərabərdir 360'dan 145'i çıxmalıyıq. 145. Burada da 2 alfa üzərinə gəlsin beta bərabərdir 215 dərəcə. Doğru cavabımız oldu C variantı. 41-ci suala baxaq. 35 dovşandan 21'i ağ rəngdə, qalanları isə boz rəngdədir. Dovşanların neçə faizi boz rəngdədir? Deməli, 35'dən çıxmalıyıq 21'i. Bərabərdir 14. 14 boz. İndi boz ümumi neçə faizini təşkil edir tapmaq üçün 14'ü bölməliyik 35'ə, vurmalıyıq nəyə? 100'ə. Bərabərdir. 7'yə ixtisar eləsək 5, burada isə 2. 5 ilə 100'ü də 5'ə ixtisar eləsək burada 20. Deməli cavabımız olur 40%. Doğru cavab A variantı. Baxaq 42-ci sual. 42-ci sualda Samir 150 manat borcunun 5'də 2 hissəsini ödəyir. Samirin neçə manat borcu qalır? 150'nin deməli 5'də 2'sini tapmalıyıq. Bu da bərabərdir. 5 ilə 150 ixtisar gedir. Burada qalır 30. 32'yə vursaq 60. Deməli oldu 60. Samirin neçə manat borcu qaldı? 150 idi. Çıxılsın 60. O da bərabərdir 90. 90 manat borcu qalmış oldu. Doğru cavabımız oldu A variantı. 43-cü suala baxaq. 43-cü sualı həll etmək üçün 6x. 2'ni sağ tərəfə keçirsək olurmu ki? 28 üzərinə gəlsin 2. 6x bərabərdir 30. X bərabərdir 5. Doğru cavabımız olar B variantı. 44-cü suala baxaq. Məxrəci eyni olan kəsirlərin toplanması və çıxılmasıdır. Toplasaq 5'də 5 eləyər, 5'də 1 çıxsaq 5'də 4. Doğru cavabımız olar C variantı.
45-ci suala baxaq. Bir düz xətt üzərində də şəkil əsasən x-i tapın. Qonşu bucaqlarda cəmi 180-ə tamamlanmalıdır. 70 plus x plus 60 bərabərdir 180 olmalıdır. Deməli, bunları toplasaq 130, x bərabərdir 180 çıxılsın 130, x bərabərdir 50 dərəcə. Yəni, doğru cavabımız olar C variantı. Baxaq 46-cı suala. 46-cı sualda bərabərsizliyini ödəyən ən böyük natural ədəd neçədir? Uşaqlar, 3,24-dən kiçik ən böyük natural ədəd neçə olar? X bərabər 3 olar. Doğru cavabımız B variantı. 47-ci sualda 7-də 2 bölünsün 7 nə deməkdir? 7-də 2 olduğu kimi qalır. 7 tərsinə çevrilir, olur 7-də 1. Vursaq, olar 49-da 2. Doğru cavabımız C variantı. Baxaq 48-ci suala. Fermada 5 qoç və bir neçə qoyun var. Hər qoyunun yanında 3 quzu var. Bu heyvanların ümumi sayını Y. Deməli, ümumi sayı Y. Qoyunların sayını X. Qoyunların sayını X. Y asılığını qurun. Qoyunların sayı 12 olarsa heyvanların ümumi sayını tapın. Hər qoyun. Deməli, bu heyvanların ümumi sayı Y oldu. Ümumi sayı Y oldu. X qoyunların sayıdır, bilmirik. Bir də hər qoyunun yanında da 3 quzu var. Deməli, hər qoyunun yanında 3 quzu varsa, o zaman nə olur? 3 vurulsun X olur. Və 5 də qoç var. Uşaqlar, deməli, baxın, ümumi heyvanların sayı Y-dir. Yəni, Y bərabərdir nə olur? Yenə deyirəm, 3 quzudur və hər qoyunun yanında 3 quzu olduğuna görə 3 vurulsun X olacaq, ümumi sayı. Deməli, burada, baxın, bu quzu ilə qoyunun sayıdır. Bəs qoç üzərinə gəlməliyik 5-də qoçu. O zaman bunu da üzərinə gəlsək, ümumi heyvanların sayı olar. Deyir ki, qoyunların sayı 12 olarsa, qoyunu nə ilə işarə etmişdik biz? X ilə. Yəni, deyir ki, X bərabərdə 12 olarsa, heyvanların ümumi sayını tapın. Ümumi sayı nə idi? Y. Y bərabərdir 3 vurulsun 12, üzərinə gəlsin 5. Da bərabərdir 36, 5 də gəlsək 41. Deməli, doğru cavabımız olacaq 41. 49-cu suala baxaq. 49-cu suala deməli, 2 çıxılsın, mötərizənin içərisini eyni məxrəcə gətirsək, 4-də 2 plus 4-də 1. Bu da bərabərdir. 2 çıxılsın, 4-də 3. Bu da bərabərdir. 2-ni yaza bilərikmi? 1 tam 4-də 4 çıxılsın, 4-də 3. Bu da bərabərdir 1 tam 4-də 1-ə. 1 tam 4-də 1 də nə deməkdir? 1 tam %25. Bu formada da ola bilər cavab, bu formada da ola bilər və ya düzgün olmayan kəsr şəklində 4-də 5 formasında da olar. Hər üçü doğru cavabdır. Baxaq 50-ci sonuncu suala. 75 ədədinin 64%-ni neçə faiz artırsaq 60 alınır. Deməli, 75 ədədinin əvvəlcə 64%-ni tapaq. 75 ilə 100-ü 25-ə ixtisar eləsək, burada qalar 4, burada isə 3. 4 ilə 64-ü də 4-ə ixtisar eləsək, burada neçə qalar? 16. 3-ü 16-ya vursaq, 48. İndi bizə deyir ki, 48 ədədini neçə faiz artırsaq, 60 alınır. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, 48 üzərinə gəlsin. 48-i neçə faiz artırmaq lazım olduğunu biz bilmirik. Vurulsun X, bölünsün 100. X faiz yəni artırırıq. Bərabər də olur 60. İndi uşaqlar 48-i sağ tərəfə keçirsək nə olar? 0,48x bərabərdir 12-yə. Yəni 60-dan 48 çıxdıq, oldu 12. Burada da x bərabərdir 12 bölünsün 0,48 deməkdir. Hər tərəfi 100-ə vursaq x bərabərdir 1200 bölünsün 48. Buradan da x bərabərdir neçə olar? Deməli, 120-də
2 dəfə 96 96. Orada qalır 24. 24 240-da isə 5 dəfə 25. Deməli 25% artırmaq lazım imiş. Əllinci sualda da oldu doğru cavabımız 25%. Bu qədər bütün sualların izahına baxdıq. Hər kəsə uğurlar. Kanala abunə olub paylaşmağı unutmayın.